Avqust ayının ənləri, ən romantiyindən ən şanslısına və ən sürpriz dolu anlar yaşayacağına. İndi isə bir xatırlatma eləyim. Videonu sona qədər dinləyin. Nəyə görə? Məsələn, mənim bürcüm Qoçdur. Qoçu izləyim, çıxım. Belə bir şey yox. Nəyə görə? Çünki məntiqli bir açıqlaması var. Bizim doğum xəritəmizdə ki, doğum xəritəsi ilə nə qədər önəmli və vacib olduğu ilə bağlı videolarım mənim var. Onu izləyə bilərsiniz və videonun sonunda da bir sürprizim var. Onu da yaxşı dinləyirsiniz. Bizim doğum xəritəmizdə digər bürclər, yəni öz bürcümüzdən ziyadə həddindən artıq basğındır. Məsələn, sizin öz bürcünüz əkizlər ola bilər, amma deyirsiniz ki, yox, mən çox detalcıyam, mən çox duyğusalam, bir əkizlər olaraq əkizlərin özəlliyini daşımıram. Bax, bu doğum xəritəsinin təsirindən gəlir. Təbii ki də mən doğum xəritəsinə baxıram. Hardan, necə mənimlə əlaqə saxlamaq olar? Bununla bağlı videonun sonunda məlumatlandıracağam. İndi isə gəlin Qoç bürcündən başlayaq. Avqust ayının ənləri Qoç üçün nələr gətirir? Və sevgili Qoç, yüksələn Qoç, ay bürcü Qoç olanlar, siz Avqust ayının ən sürpriz sevgi tutxusuna düşənlərdənsiniz. Niyə? Çünki Avqust ayının ilk yarısında siz o öz ünsürünüzdən gələn, yəni öz elementinizdən gələn alov elementi ilə Şir bürcünün enerjisi ilə, sevgisi ilə və flörtöz davranışları ilə, belə deyim, səhnədə ən çox coşanından olacaqsınız. Heç gözləmədiyiniz bir anda ürəyinizin qapısını bir insan çala bilər və heç gözləmədiyiniz anda gözləmədiyiniz bir şəxs. Ay, məsələn, mesaj gəldi, astrologiyada heç gözləməzdim. Sən demə bunun məndən xoşu gəlirmiş. Və yaxud mən bu tip insanları heç sevmirdim, amma bir gəldi, bir danışdıq. Yox, sevirəm, çox xoşuma gəldi astrologiyada deyərkən özünüzü tapa bilərsiniz sevgili Qoç bürcləri. Sizin üçün mükəmməl bir ay olacaq, əmin olun, Avqust ayı. Və siz də öz doğum xəritənizi, mən hansı yollarda daha uğurlu ola bilərəm və yaxud sevgi həyatımda məni necə bir partneri gözləyir və nə vaxt mənim dönüm nöqtəm nə vaxt olacaq, bunu mənimlə bölüşmək istəyirsinizsə, mənimlə bilərsəl olaraq danışmaq istəyirsə, TikTok səhifəm Astrologita mənimlə əlaqə saxlaya bilərsiniz. Və sevgili Boğa bürcləri, yüksələn Boğa, baxın, siz Avqust ayının ən evim, hüzurum və düzənim deyəsiz. Avqust ayında buğaları evindən eləməyin. Ay, gələk ora-bura gedək deməyin. Çünki Avqust ayında buğa bürcləri ən çox huzuru axtarışında olan və düzənim yerində otursun deyən, yuvamda ailəmlə içsəl köklən məsələləri ilə maraqlanacağım deyən bürclərdir və çöldəki kaosdan, gərgin anlardan, dava dalaşdan Boğa bürcü uzaq olacaq, uzaq olmağa qərar verəcək və çox gərginliklə dolu insanların oturub maraqla izlədiyi, davakar və yaxud gərgin bir anda Boğanın qaçdığını görə bilərsiniz. Və siz sevgili Boğa bürcləri, öz doğum xəritənizi mənə rəylətmək istəyirsinizsə, sizin üçün dönüm nöqtəsi və yaxud sizin üçün ən uğurlu olacağınız karyera alanı TikTok səhifəm Astrologita mənimlə əlaqə saxlaya bilərsiniz. Və sevgili əkizlər bürcləri, yüksələn əkizlər, ay bürcü əkizlər olanlar, mənim canım əkizlərim, Avqust ayının ən sosial mediada bombalar yaratacaq və ən çox danışılacaq bürcü sizsiniz. Niyə? Çünki son 3 aydır, iyun ayından, ondan geri əvvəl 3 ay, aprel ayında sizin üçün biraz qərqetli oldu. Elə hadisələr yaşandı ki, siz belə anlam verə bilmədiniz. Amma artıq Avqust ayında, mən nə demişdim sizə əvvəlki videomda, iyul ayında o beyninizdəki proyektləri bir hazırlayın. Avqust gəldi mi, bas qaza. Bəli, Avqustda basırsız qaza. Avqust ayının ən çox danışılacaq bürcü sizsiniz. Çünki yaxın çevrənizdə, ikili münasibətlərinizdə və ağzınızdan çıxan hər bir söz elə bir məqama gətirə bilər ki, ay əkizlər də bunu dedi, mən şok qaldım falan filan. Təbii ki də pozitiv anlamda belə hadisələr ola bilər. Və sevgili əkizlər bürcləri, əgər siz öz şəxsi doğum xəritənizi mənə rəylətdirmək istəyirsinizsə, bilmək istəyirsinizsə ki, mənim gələcəkdə uğurlu alanlarım, ikili münasibətdəki uğurlu olacağım dönəmlər və yaxud
dönüm nöqtəm, U nöqtəm nə zamandır? Bunu mənimlə bireysel olaraq danışmaq istəyirsinizsə, TikTok səhifəm Astrotita mənimlə əlaqə saxlaya bilərsiniz. Və sevgili xərçəng, yüksələn xərçəng, ay bürcü xərçəng olanlar, ən çox pul propkası yaşayanlar sizsiniz. Belə deyim, hətta buna necə deyə bilərlər, pul maqniti. Çünki maddi qaynaqlar çox hərəkətli olacaq. Əsas da insanlar tərəfindən ailənin pulu, ananın pulu, atanın pulu, pensiya və yaxud yoldaşınızdan gələn pul. Avqust ayının ən maddiyyatla dolu, ən pullu, belə deyim, sizi biraz şımardım, pullu bürcü sizsiz. Ətrafa qarşı gözünüzü dörd açın deyərəm sevgili xərçəng bürcləri. Və əgər siz də öz şəxsi doğum xəritənizi mənə rəylətmək istəyirsə, TikTok səhifəm Astrotita mənimlə əlaqə saxlaya bilərsiniz. Və avqust ayının ən çox parlayanı, avqust ayının ulduzu, ən çox drama çəkən ana xarakteri, sevgili şir bürcləri. Günəş sizin evinizdə, Yupiter sizin evinizdə. Daha nə istəyirsiniz? Diqqət eləyin, yəni buna diqqət eləyin. Baxın, ana xarakter olmaq sizə böyük bir bədəl yaşata bilər. Bu yüzden ana xarakter olarkən tamam ən mükəmməli, ən hər ortamlarda göz alıcı olan siz olacaqsınız da, egoya diqqət. Yenə deyirəm, ən yaxşısı sizsiz. Amma egoya diqqət, səmimiyyətə diqqət. Əgər siz öz doğum xəritənizi mənə rəylətmək istəyirsinizsə ki, mənim həyatdakı dönüm nöqtəm hansıdır, hansı karyer alanlarında uğurlu ola bilərəm, TikTok səhifəm Astrotita mənimlə əlaqə saxlaya bilərsiniz sevgili şir bürcləri. Və sevgili qız bürcləri, yüksələn qız, ay bürcü qız olanlar, avqust ayının ən çox beynində ssenari yazan bürcü, ən çox detaylar içərisində boğulan bürcü sizsiz. Çünki günəş sizin ikinci evinizdə olacaq və sizin artıq, belə deyim, əsas dönəminizi başlatacaq. Arxa planda dönən işlər, içsəl hesablaşmalar, görəsən bu insan bunu mu demək istədi? Görəsən vaxtı ilə bu olmuşdu, burada bunu mu eləmək istədi? Ayın ən çox ssenari yazan bürcü siz olacaqsınız. Avqust ayı ilə bağlı sizin üçün əlavə bir məsləhətlər də vermişəm, videonu izləyərsiniz. Və əgər siz də sevgili qız bürcləri öz şəxsi doğum xəritənizi mənə rəylətmək, sizin üçün uğurlu karyer alanları və s. kimi digər sualların cavablarını mənimlə birlikdə öyrənmək istəyirsinizsə, TikTok səhifəm Astrotita mənimlə əlaqə saxlaya bilərsiniz. Və sevgili tərəzi bürcləri, avqust ayının ən çox seviləni, xəyallar mı deyim, sosial çevrəmi deyim, dostlar mı deyim, gəzib əylənmək mi deyim? Baxın, ən xoşbəxti, ən belə nəşə dolu bürcü sizsiz avqust ayında. Məncə avqust ayını dəyərləndirin, çünki o gəzinti, bu gəzinti məncə özünüzə də vaxt ayırın. Və əgər siz öz şəxsi doğum xəritənizi mənə rəylətmək istəyirsinizsə, TikTok səhifəm Astrotita mənimlə əlaqə saxlaya bilərsiniz. Və sevgili əqrəb bürcləri, yüksələn ay bürcü əqrəb olanlar, avqust ayının ən hirslisi sizsiz. Həm toplumsal statu mənasında, həm karyer anlamında ən güclü mən olum, ən yaxşı işimi həll eləyim. Hər yerdə mən deyim, bütün qanunları mən qoyum, mən yazım. Yəni avqust ayının ən çox hirsli bürcü sizsiniz. Və əgər siz də öz doğum xəritənizi mənə rəylətmək istəyirsinizsə ki, sizin üçün U nöqtəniz, həyatınızın dönüm nöqtəsi, uğurlu olacağınız alanlar, sizin üçün bunlar maraqlıdırsa, TikTok səhifəm mənimlə əlaqə saxlaya bilərsiniz, Astrotita. Və sevgili ox atanlar, avqust ayının ən bütün çamadanımı yığışdırım, çıxım gedim istəyində olan bürcü sizsiniz. Və şəhərlər arası münasibətlər və yaxud biletimi aldım, çıxdım, gedim, artıq dayana bilmirəm. Yəni hər an getməyə meyilli olan bürcü sizsiniz. Rutinlərinizdən qaçıb gedəcəksiniz. Yeni yerlər kəşf eləmək istəyəcəksiniz və əmin olun bunun üçün can atacaqsınız. Şəxsi doğum xəritənizi mənə rəylətmək istəyirsə, TikTok səhifəm Astrotita mənimlə əlaqə saxlaya bilərsiniz. Və sevgili oğlaqlar, avqust ayında krizdən fürsət dönüşdürən, küllərindən yenidən doğan bürc sizsiniz. Əvvəlki videomda dediyim kimi 8-ci evinizdə sizin olacaq bu
bütün bu olacaqlar. Çünki nə demişdim mən? Həm pullar, həm dərin duyğular, həm verəcəyiniz həyatla bağlı hamısı sizin 8-ci evinizə daxil olacaq və əmin olun ki, bütün krizlərdən, bütün o gərgin anlardan fürsət yaradacaqsınız. Və siz də əgər öz şəxsi doğum xəritənizi mənə rəylətmək istəyirsinizsə, TikTok səhifəm Astrologita mənimlə əlaqə saxlaya bilərsiniz. Və sevgili Dolça bürcləri, avqust ayının ən dəqiq bürcü. Normalda hava ünsürü. Dolça bir hava ünsürü. Heç vaxt dəqiq olmaz. Aman o da olsun, bu da olsun. Amma yox. Avqust ayında siz ya tamam ya da devam. Yəni ən qərarsalı, ən dəqiq bürcü olacaqsınız. İlişkilər, məsələn, ikili münasibətlərdə olurmu? Olsun. Olmursa ayrılaq, bitsin. Mənim vecimə belə deyil. Dolçalar, mükəmməl bir özəlliyiniz var. Plutonun da artıq Oğlaqdan çıxıb Dolçaya keçməsi ilə məncə artıq biraz rahatlayacaqsınız sevgili Dolça bürcləri. Şəxsi doğum xəritənizi mənə rəylətmək istəyirsinizsə, TikTok səhifəm Astrologita mənimlə əlaqə saxlaya bilərsiniz. Və avqustun ən çox çalışanı, sevgili balıqlar, ən çox çalışanı, ən çox bəzi şeyləri belə deyim, zehninə takanı sizsiz, ən çox düşünəni. Nəyə görə? Çünki 29 iyul tarixində cənub və şimal qütbləri, ay düyümləri daha doğrusu, bu ay düyümləri bürc dəyişdirəcək. Yəni bir tərəfi qıza, bir tərəfi balıq bürcünə keçəcək. Bu mövzuyla bağlı onsuz da danışacağam. Və bunlar da əks bürclərdir. Biz bilirik ki, balıqla qız bürcü əks bürclərdir və nə demişdim? Əks-əksi çəkər. Siz biraz qız bürcünün xüsusiyyətlərini götürəcəksiniz. Ay biraz dərliyim, toparlayın, biraz detallara takılın falan. Balıq biraz özünü hafif şizofren kimi hiss edə bilər avqust ayında. Və bunların hamısının nəticəsi necə olacaq? Ümumi deyim. Öz şəxsi doğum xəritənizi mənə rəylətmək istəyirsinizsə, TikTok səhifəm Astrologita mənimlə əlaqə saxlaya bilərsiniz. İndi isə gəldim videonun sonunda demək istədiyimə, videonun sonundakı sürprizə. Deməli, bizim doğum xəritələrimizdə bizim üçün düzgün partner. Mən indiyənə kimi kimlə münasibətdə olmuşamsa, hamısı bitib Astrologita mən neyniyim? Və yaxud hansı işə əlimi atmışamsa quruyub, heç bir işdə uğurlu ola bilməmişəm. Həvəsim olduğu işlərdə belə. Deməli, bu və bu kimi məsələlərin problemini mənimlə birlikdə həll eləmək və daha dərindən öz şəxsi doğum xəritənizi mənə rəylətdirmək, mənimlə birlikdə ikili görüşmək istəyirsinizsə, TikTok səhifəm Astrologita mənimlə əlaqə saxlaya bilərsiniz. Ümid edirəm ki, avqust ayı bütün ulduzların işığını sizin üstünüzə səpər, mükəmməl bir ay olmasını ümid edirəm. Sağ olun, salamat qalın.